Salam, hər vaxtınız xeyir olsun. Ümidvaram ki, yaxşısınız. Bugün mən sizlərə loqaritma aid bir sual izah edəcəm. Ədədin loqaritmi və loqaritmin xassəsi bölməsinə aid olacaq sualımız. Deməli, bu bölmədə mən sizlərə sual təbii ki, ekranda göstəriləcək. Mən sizin üçün təkrar yazıram bura. ELG 64 bölünsün ELG 48 çıxılsın ELG 3 formatında bizə verilib. Əslində sadə formadadır bu sual. Yəni izahımı mən sizə veririm ki, orada ədədin loqaritmin hansı xassələrindən istifadə edəcəyinizi biləsiniz. Deməli bizim bir dənə xassəmiz var ki, mən kənarda bunu qeyd edəcəm. Deməli ədədin loqaritmində loqaritma A əsasdan B çıxılsın loqaritma A əsasdan C. Əsaslar eynidirsə, ortada çıxma varsa bu ədədləri biz bölə bilərik. A əsasdan B bölünsün C. Mən o zaman məxrəcdə artıq bilirəm ki, hansı hissəni yazmalıyam. Yazıram ki, ELG 64, məxrəcdə artıq 48-i 3-ə böləcəm. Yəni yazıram ELG 16. Mən indi buradan sonrasını 2 etaplı sizə izah edəcəm təbii ki də. Əsas məsələ biri nədir? Deməli, biz bilirik ki, bu bizim bu sual üçün yazdığımız birinci xassə. İkinci xassə nədən ibarətdir? İkinci xassə odur ki, bir əsasdan digər əsasa keçmək üçün bizim istifadə edə biləcəyimiz bir düstur. Məsələn, bizə verilir ki, loqaritma A əsasdan B. Biz bunu C əsasa gətirirəm. C əsas yəni bu aşağıdakı hissə. Bunu başqa bir əsasa gətirmək üçün, baxın, mən C əsasa gətirirəm, loqaritma C əsasdan B yuxarıya keçir. Loqaritma C əsasdan da A aşağıda olur. Baxıram ki, bu eyni şey oxşur. Biz də bilirik ki, ELG, yəni loqaritma 10 əsasdan deməkdir. Ona görə mən bunu açıq formada yazsam, bu deməli loqaritma 10 əsasdan 64 və loqaritma 10 əsasdan 16 deməkiymiş. Deməli, burada C-nin yerinə 10 durur. Bu əvvəlcə deməli loqaritma 16 əsasdan 64 imiş ki, bunu 10 əsasa gətiriblər. Biz də bilirik ki, loqaritma 16 4-ün kvadratıdır, 64 də 4-ün kubudur. Əsasın üstü, yəni qüvvəti qarşıya tərsi kimi keçir. Yuxarı hissə isə olduğu kimi, yəni 3. Yerdə qalır loqaritma 4 əsasdan 4. Loqaritma 4 əsasdan 4 1-i verir. Yerdə qalır 2 də 3, yəni 1,5. Cavab oldu 1,5. Dediyim kimi bizim buna aid digər üsulumuz da var. Mən indi bu hissəni keçirəm. Yəni növbəti səhifədə artıq loqaritma, mən hansı hissəni deyirəm? 64. Məxrəcdə almışdıq loqaritma 10-cu əsasdan 64 və 10 əsasdan 16 almışdıq. Biz də deyirik ki, bunu biz necə yazırıq? Ayrı-ayrı yazıram. 10 əsasdan 64 vurulsun, 1 bölünsün, loqaritma 10 əsasdan 16. Baxın, mən yuxarı hissədən yazıram bir dənə düstur. Yəni, düstur dediyim nədir? Mən bilirəm ki, loqaritma A əsasdan B, bu 1 bölünsün loqaritma B əsasdan A-ya bərabərdir. Ona görə deməli mən burada, baxın, bunu 1 bölünsün. Mən bunun yerinə nə yaza bilərəm? Loqaritma 10 əsasdan 64 vurulsun. Dəyişirəm də, elə bil əsası dəyişirəm. Deməli, bu loqaritma 16 və 10 imiş. 16 əsasdan 10. Bunun qaydası da var ki, belə olduqda 10'ları atırıq, yerdə qalanları yazırıq. Loqaritma 16 əsasdan 64-ə. Bu ikinci yolumuzdur. Yenə axırı eyni gəldi. Cavab yenə 2-də 3, yəni 1,5 edir. Ümidvaram ki, aydın oldu. Asan idi, sadəcə mən izahımı biraz geniş şəkildə verdim deyə sual uzun oldu. Çox sağ olun dinlədiyiniz üçün.